Salam dostlar, dərslərimiz davam edir. Bugünə kimi biz Kotlinin sadə baza dilini öyrəndik və ümumilikdə əreylər nədir, dəyişənlər nədir, collectionlar nədir, if-dən necə istifadə olunur, for-dan necə istifadə olunur, bunlar haqqında məlumat öyrəndik. Artıq ekranlarla işləmək üçün bizim klasslar və funksiyaları öyrənmək məcburiyyətindəyik. Mən bugünkü dərsimizi funksiyalar haqqında deyəcəm. Nəyə görə? Çünki funksiyalar daha qısadır, klasslara baxanda daha sadədir. Və funksiyaları öyrəndikdən sonra klassların da məzmununu anlamaq çox rahat olacaq. Funksiya nədir və necə istifadə olunur? Funksiyalar müəyyən bir işi görən kod hissəsidir. Bir dəfə yazılır, lazım olduqda çağırılır. Yəni artıq məsələn tutalım ki, biz hər hansı bir kod yazmışıq funksiya içərisində, onu istədiyimiz yerdə çağırıb istifadə edə bilərik. Yəni təkrarlanmanın qarşısını alır. Yəni üstünlükləri də baxın burada qeyd etmişəm. Kod təkrarlanmasını azaldır. Proqramı daha səliqəli və anlaşılmlı eləyir. Böyük kodları kiçik hissələrə ayırmağa köməklik edir. Yəni məsələn tutalım ki, artıq mən ekranda en qədər koddan istifadə eləmişəm və içərisində bu funksiyalara bölürəm ki, mənim yazdığım kodlar daha sadə oxunsun. Funksiyalar müxtəlif növləri var ki, onlardan biz mütəmadi olaraq yazılımda istifadə edirik. Bir sadə funksiyalar var, parametrə funksiyalar var, bir də nəticə qaytaran, yəni geri dönüş eləyən funksiyalar. Sadə funksiyalar dostlar, qaydası bu cürdür. Biz belə deyək, açar kəlməsindən istifadə edirik və burada istədiyimiz adı yaza bilirik. Burada artıq yazılımda baxın dostlar, birinci hərfi kiçik, İkinci sözün baş hərfi isə böyük olmalıdır. Həmçinin də dostlar, proqramistlər mütəmadi olaraq ingilis sözlərindən istifadə edirlər. Yəni mən sizlərin başa düşülməsi üçün Azərbaycan dili sözlərindən istifadə edirəm ki, sizlər dərsləri normal şəkildə başa düşəsiniz. Məsələn, mən burada bir funksiya yaradım. Məsələn, fan əmrindən istifadə edirəm. Enter düyməsi, məsələn, salam ver. Və burada bəzəkli mötərizədən istifadə. Bütün funksiyalar bəzəkli mötərizələrin köməkliyi ilə yaranır. Yəni bəzəkli mötərizə olmasa biz bunun içərisində kodlar yaza bilmərik. Artıq məsələn tutalım ki, biz bunun içərisində tutalım ki, print line yazım və burada yazım salam, xoş gəldiniz. Baxın dostlar, mən bu yazılımı, bu kodu run eləyəndə ekranda mənə nə göstərəcək? Locate açıram. Gördünüz, heç bir şey ekranda yoxdur. Yəni mən məsələn yenidən run eləyim. Burada görəcək ki, yəni ekranda heç bir şey gəlmir. Çünki funksiya bu cür şəkildə olduqda, yəni funksiyanı heç bir əhəmiyyəti daşımır. Nəyə görə? Baxın dostlar, biz burada klasslar main activity klassından istifadə edirik və içərisində onCreate metodundan istifadə edirik. onCreate metodu bizə ilk yaranan ekranımız üçün açılması üçün istifadə olunan bir funksiyadır. Bunun içərisində biz yazdığımız bu funksiyanı çağırmasaq, yəni bu skop, baxın, bunun skopu buradan bura kimidir. Bunun skopu isə artıq bunu sona qədərdir. Mən burada yazılan funksiyanı çağırmasam, heç bir zaman ekranda çapa verilməyəcək. Məsələn, mən burada artıq salam ver yazsam və bunu run eləsəm, görəcək ki, mənim burada yazdığım bir funksiya artıq ekrana çapa verilibdir. Yəni dostlar, burada mən məsələn print line əmrindən istifadə edirəm. Yəni burada müxtəlif əmrlər olacaq, müxtəlif kodlar olacaq. İstədiyimiz kodları yaza bilərik. Sadəcə sizlərin daha başa düşümlü, daha rahat öyrənmək üçün bu cür şəkildə istifadə edirəm ki, siz ümumilikdə, yəni burada məsələn mən bu funksiyanı çağıranda artıq görəsiniz ki, məsələn bu funksiya işə düşdü və burada run oldu. İkinci belə deyək, funksiyamız isə parametrə qəbul edən funksiyadır. Parametrə qəbul edən funksiyanın içərisində məsələn burada biz yazırıq funksiyanın yenə adını və içərisində parametrləri qeyd edirik. Yəni hər hansı bir parametrə yaza bilərik. Burada stringdə, intdə, double'da istədiyimiz cür parametrə qeyd edə bilərik və istədiyimiz qədər də parametrə ala bilərik. Məsələn, buna uyğun olaraq bir misal yazım. Tutalım ki, mən burada qeyd etmişəm fan tutalım ki
düz bucaqlı və burada məsələn mən yazıram, artıq yazıram tutalım ki düz bucaqlı və burada print line edirəm A, bu, B. Və burada baxın mən bu cür yazanda dostlar görürsünüz məsələn mən artıq A dəyişəni, B dəyişəni tanıtmışam. Lakin bunu qırmızı şəkildə göstər. Mən burada onların həmin dəyişənlərə elə bir artıq tanıtmaq. Biz məsələn dəyişən tanıdanda nə edirdik? Var və hər hansı bir dəyişən tanınır. Burada isə parametrələr də eyni bax bunun içərisində tanınır. Məsələn mən burada A 2 nöqtə int B 2 nöqtə int. Artıq mən nə etdim? 2 dənə dəyişən tanıtdım. İkisi də int tipində və burada mən yəni içərisində isə əmr verdim ki A-nı B-yə vursun. Bunu işə salmaq üçün mən burada artıq nə etməliyəm? Yuxarıda məsələn onCreate metodunun altında qeyd etməliyəm ki məsələn düz bucaqlı. Burada düz bucaqlı yazanda görün dostlar məni artıq 2 dənə parametrə yazmağımı istəyir. Int tipində 2 dənə parametrə yazmağımı istəyir. Mən məsələn düz bucaqlı yazmışam. Məsələn 4-ün 6-ya. Və bunu run eləyirəm. Yəni artıq məsələn mən burada qeyd etmişəm. Məsələn onun sahəsini, düz bucaqlının ümumi sahəsini tapmaq üçün məsələn düstur yazmışam. Artıq bu düstur vasitəsilə konkret belə deyək, metodun içərisində həmin funksiyanı çağırıb, içərisində isə parametrələrini yazmışam. Yəni tutalım ki, artıq enim tutalım ki 4-dür, uzunu 6-dır. Məsələn artıq burada məsələn tutalım ki 5, 7 və yaxud istədiyim qədər çağıra bilərəm. Baxın mən bunu istədiyim qədər çağırmaq üçün buna deyirlər reusable, yəni təkrarlanan kodlar. Məsələn tutalım ki mən burada artıq tutalım ki mənə başqa bir düz bucaqlı yenə verilib 5-in tutalım ki 9-a və bunu run eləsəm görəcək ki mənə ikinci düz bucaqlının da artıq hesabatını, sahəsini mənə tapıb veribdir. Yəni istədiyimiz qədər artıq mən bu funksiyalardan istifadə edə bilərəm. Funksiyanın özəlliyi də sırf bundan ibarətdir ki, mən məsələn hər dəfəsində mənə məsələn bircə bu kodları bir-bir yazmayım. Hər dəfəsində eyni kodu təkrar yazmaq məcburiyyətində qalmır. Üçüncü növ funksiyalar isə parametrə qəbul eləyir, həmçinin də geri belə dəyər qaytarır. Bunun qaydası da məsələn bu cür formasındadır. Burada artıq içərisində parametrələrini yazırıq və geri hansı tip qaytaracaq, hansı dəyər qaytaracaq onu qeyd edirik. Məsələn buna uyğun bir misal yazım, daha başa düşümlü olsun. Tutalım ki mən burada yazıram fan cəmi tab yazaq, cəmi tab və burada A int tipində olsun. Int tipində sonra B B-ni belə yazaq. B int tipində və bizə geri dönüş qaytarsın. Int tipində və bəzəkli mötərizədən istifadə edir. Baxın dostlar, geri dönüş belə deyək, funksiyasına istifadə edəndə biz return əmrindən istifadə etmək məcburiyyətindəyik. Bu return əmri olmasa, yəni bizim proqramımız bizə, yəni baxın mən burada tutalım ki bunu silim, görəcək ki proqram bizə error verir ki, yəni burada yanlış bir yazılım var. Mən artıq burada return əmrindən istifadə edirəm. Tutalım ki A üstəgəl B. Bunu run eləmək üçün, ekranda çıxartmaq üçün nə etməliyəm? Burada tutalım yazaq cəmi tab tutalım ki 5 və burada 8. Bunu indi run eləyək dostlar. Burada bir məsələ var. Mən onu sizə başa salmaq istəyirəm. Baxın, biz bunu run elədik. Heç bir məlumat məsələn çapa verilmədi. Mən burada return içərisində tutalım ki print line edim A üstəgəl B. Eyni əmri yazım. Və burada yenidən çapa verim.
13'ü alacaq. Bu println əmrini məsələn mən return-dən sonra yazsam, proqram bunu mənə yəni imkan verməyəcək ki, çapa verim. Baxın. Görürsünüz, bayaqki məsələn mənim artıq məsələn buradakıları silim, yenidən run edeyim ki, qarşılıqlar olmasın. Görürsünüz dostlar. Yəni bu println əmrini icra eləmə. Return əmrindən sonra biz funksiya yazanda, return əmrindən sonra hər hansı bir kod yazanda bu kodu proqram oxumur. Çünki artıq bu bildirir ki, bizim yəni yekun olaraq return əmrimizdən sonra yəni icra, yəni ən axırda istifadə olunan əmr returndir. Yəni return olduğu halda o halda proqramımız işləməyəcəkdir. Yəni bundan sonra yazılan əmrlərin heç biri oxunmayacaq. Ona görə də yazılımda məsələn tutalım ki, hər hansı bir kodlar yazmışsınızsa, həmişə diqqət yetirin. Yəni return əmrini ən sonda yazmağı unutmayın. Ondan sonra yazılan kodlar və yaxud da hər hansı bir yazılımlar heç biri qeydə alınmayacaq. Həmçinin də dostlar, mən burada məsələn println-ı tutalım ki, silim. Burada nə edim? Tutalım ki, cəmi bir dənə dəyişənə tanıdaq. Nəticə və burada bərabərlik. Və burada da məsələn tutalım ki, var. Düz bucaqlı yazıram. Və burada da yazaq var. Bunlardan birini silək, əlavə məlumat olmasın. Və burada da yazaq ki, var. String. String tipi. Və bunları run eləyək. Baxın, burada bir məlumat var. Onu sizə öyrətmək istəyirəm ki, nə olacaq, biz nə ilə qarşılaşacağıq. Burada bizə, baxın dostlar, ancaq bizə verdi ki, görürsünüz, məsələn, artıq buradakı məlumatları, məsələn, burada çapa verdi və burada olan bütün məlumatları oxudu. Və mən məsələn tutalım ki, burada, məsələn, println-ı silirəm. Bir dəqiqə, println-ı silək, dayandıraq bunu hələ ki. Və burada da qeyd edirəm ki, A üstəgəl B. A üstəgəl B və burada da A üstəgəl B. Burada A vuraq B eləyək. Və bunu run eləyək. Yenidən. Baxın dostlar, bizim artıq məsələn, burada mən məsələn tutalım ki, yazım. Println edim. Düz bucaqlı və burada da println edim nəticə. Gördünüz dostlar, baxın burada mənə nə cavab verdi. Biz geri parametrə qaytaranda onun cavabını ala bilirik. Lakin məsələn biz burada adi parametrələri yazanda və onun geri ödənişini ödəməyəndə bizə göstərir ki, Kotlin unitdən istifadə edir. Unit nədir? Məsələn, mən burada yazıram ki, düz bucaqlı. Baxın, düz bucaqlı yazanda bu mənə göstərir ki, bu funksiyanın geri dönüşü boşdur. Yəni, istənilən şey qəbul edə bilər. Lakin bu içərisi boşdur. Yəni, heç bir şey geri dönüşü yoxdur. Burada isə mən məsələn artıq burada yazsam ki, tutalım ki, cəmi. Baxın, bu mənə geri qaytaracaq ki, int tipindədir. Yəni, mən burada qeyd etmişəm ki, baxın, burada qeyd etmişəm ki, bu funksiyanın mənə geri dönüşü int tipində qayıtsın. Bunu həmçinin mən string tipində, double tipində və yaxud da istədiyim tiplərdə yaza bilərəm. Yəni, bunu özümüz əlimizlə təyin edirik ki, məsələn, artıq burada mənə, məsələn, geri dönüş versin. Və bunların bir-birlərindən fərqli xüsusiyyətləri də sırf bundan ibarətdir. Mən artıq, məsələn, burada
istifadə edəndə, baxın bunu mən çapa verəndə görürsüz bu şəkildə olanda düzbucaqlı mənə məsələn artıq burada run eləmədi. Ancaq geri dönüşü olan, yəni Unity boş olmayan o ancaq mənə çapa verdi ki, nəticəni nədir? Ona görə də yazılımda bu şeylərə diqqət yetirmək lazımdır. Proqramistlər çox zaman bu şeylərdə yanlışlıqlar edirlər. Amma ki bir məsələ var ki, hər ikisində də bizim yazdığımız kodlar işləyir. Sadəcə artıq məsələn tutalım ki, mən çapa verəndə, bax burada mənə göstərir ki, sizin yazdığınız kod bloku boşluqdadır. Yəni heç bir geri dönüşü yoxdur. Ona görə də artıq məsələn bizim kodumuz istifadə olunmur. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndinizsə like etməyi unutmayın. Gələn dərs görüşənədək.